Mənim ən çox sevdiyim kəlmə var, Hüseyn Cavidin kəlməsi. Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Qarabağ işğal olan vaxtı həmişə statuslarımda yazmışam ki, Qarabağı hansı dövlət başçısı kim olur olsun, qaytarıb versə Azərbaycanın siyasətini dəstəkləyəcəm. Ali Baş Komandan İlham Əliyevin komandanlığı və igidlərimizin, əskərlərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində Qarabağımız qayıtdı. Yalan deyil ki, faktdır da. Bu yaxınlarda Xankəndində oldum. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayətini Stepanakert adı altında paytaxt olmuş Xankəndində 100 il ərzində Azərbaycanın sözü keçməyib. Sovet dövründə də ermənilərin sözü keçib, ermənilərin bayrağı dalğalanıb. De jure Azərbaycan olsa de facto Azərbaycanın olmayıb, hamısı ermənilər olub. Amma mən bu gün orada Azərbaycan vətəndaşlarını gördüm, rahat yaşayırlar. Xankəndi dövlət qurumlarında Azərbaycanın bayraqlarını gördüm, qürur keçirtdim. Dəstəkləyirəm ölkə başçımızın xarici siyasətini. Amma bu o demək deyil ki, mən durum deyim, yaxşı yaşayıram. Sosial sahədə, ictimai sferalarda boşluqları deməyim, ölkə başçımız özü deyib də, çatdırın. Həyat şəraitimi çatdıra bilmirəm, pis yaşayıram deməyim. Təhsilimiz inkişafdadır deyim. Gürcüstanda niyə pulsuz təhsil var, keçildi, amma Azərbaycanda pullu təhsildir deməyim. Ödənişli ali təhsil alıb, ili 10 mindən hesablanan 5 illik təhsil dövründə hüquqşünas 50 min ali məktəbə pul ödəyib, bitirəndən sonra gəlib maaşla dolana bilər deyim. Rüşvət almayacaq deməyim o pulu çıxartmaq üçün. Tənqid inkişafa gedən yoldur. Amma sağlam tənqid, sifarişli və qisasvari tənqid yox. Fikirləriniz maraqlıdır.